Başladıq uşaqlar. Deməli, başlayırıq biliyin növlərini bir izah eləməyə. Bir neçə videosu var. Daha çalışdığım qədər bu videoda yeni şeyləri izah eləməyə çalışdım. Deməli, bilik nədir? Bilik deyir, öyrənmə, araşdırma və müşahidə nəticəsində əldə olunan, etibarlılığı, düzgünlüyü güman edilən və həqiqətlərə və prinsiplərə əsaslanaraq verilən bir tərifdir. Yəni, daha doğrusu verilən ümumi bir addır. Biliyin belə ümumi tərifi var və biliyin ümumi tərifini belə deyək, yadda saxlamaq ilə çox vacib deyil. Sadəcə əsas məsələ burada biliyin nə olmağıdır. Yəni, bilik hər hansısa bir öyrənmə əsasında, müşahidə əsasında bizə ötürülən məlumatlardır və bu məlumatlar düzgün olmalıdır, həqiqətlərə uyğun olmalıdır. Bunların hər biri, yəni ötürülən məlumatların, öyrəndiyimiz məlumatların və düzgün olan məlumatların hər biri adlanır nə? Bilik. Şagirdlərə bilik vermək bizim qarşımıza qoyulan əsas tələblərdən biridir və bilikdən də əlavə şagirdləri bacarıq formalaşdırmağı da müəllimin qarşısına qoyulan əsas məqsəddir. Müəllimin bu vəzifəsidir. Müəllim bunu mütləq formada yerinə yetirməlidir və biz bunu bilik və bacarıqları alt standart adında biz şagirdlərə nə edirik? Reallaşdırmağa çalışırıq şagirdlərdə. Bu alt standartda əvvəlki dərslərdə onsuz da bildirmişik, vurğulamışıq. İndi biz burada alt standartın bilik hissəsindən danışacağıq. Bilik hissəsinin neçə yerə bölündüyündən danışacağıq bu dərsimizdə. Deməli, müasir dövrdə deyir ki, idraki və konstruktiv proseslərin deyir, əhəmiyyəti ön plana çəkilir. Yəni, şagirddən öyrənmə zamanı beynini işlətmək tələb olunur. Sadəcə olaraq pasiv şəkildə qıraqda dayanıb informasiya qəbul etmək tələb olunmur. Onun da həm də öyrənmə zamanı, yəni aktiv olmağı tələb olunan əsas məsələlərdən biridir. Deməli, öyrənmə zamanı şagirdlərə müxtəlif, belə deyək də, məlumatlar ötürülür. Şagirdlərdən də gözlənilir ki, həmin məlumatları, verilən məlumatları beyinlərində analiz eləyərək qəbul eləsinlər və özlərindən ötürü bir məna çıxartsınlar. Yəni, ona verilən məlumatları pasiv formada sadəcə olaraq məlumatı olduğu kimi qəbul eləməsinlər. Onları öz filtrlərindən, beyinlərində deyək ki, mətəl deyim də, belə məcazi mənada deyirəm, öz beyninə filtrlərdən keçirdərək özünküləşdirsinlər, öz biliklərinə çevirsinlər. Belə, bu biliklə bağlı deyəcəyimiz ümumi hissələr. Məncə, bura hissəsi qısadır və aydındır, yəni hamıya. Keçək əsas məsələ biliyin növlərinə. Deməli, biliyin 4 dənə növü var. Birinci olaraq deklarativ və yaxud da ki, faktoloji bilik. İkinci olaraq, ikinci növü konseptual bilik. Üçüncü olaraq prosedural bilik. Dördüncü olaraq isə metakognitiv bilik. Baxın, 4 dənə növ var biliyin. Birinci gəldi hansı? Faktoloji və yaxud da deklarativ. İkincisi konseptual. Üçüncüsü prosedural. Dördüncüsü isə ən yüksək bilik növü olan metakognitiv bilik. İndi gələk hər biri haqqında qısa-qısa danışmağa. İlk olaraq, birinci olaraq danışacağıq biz faktoloji və deklarativ bilik. Faktoloji, deklarativ bilik nədir? Faktoloji, deklarativ bilik yəni bizim bildiyimiz sadəcə olaraq əzbərçi məlumatlardır. Bizim beynimizdə olan əzbərçi biliklərimizdir. Yəni, hər hansı bir sahə haqqında verilən terminlərdir və yaxud da ki, o sahəyə bağlı olan və yaxud da ümumiyyətlə bilinən ümumi məlumatlardır. Bunlar hamısı adlanır hansı biliyə aid? Adlanır faktoloji və yaxud da ki, deklarativ biliyə aid olan hissədir. Deməli, bu bilikdə çoxlu məlumatlar var. Yəni, faktoloji biliklərimiz çoxdur. Əslində, faktoloji biliklə bağlı şagirdlərə biz çoxlu məlumatlar verə bilərik. Amma biz faktoloji bilikləri, yəni verilən məlumatları keçici formada şagirdlərə təqdim eləməliyik. Yəni, onlar daha rahat öyrənə bilsinlər. Məsələn, mən sizə dərsi keçəndə çalışdığım qədər əsas hissələri bildirirəm. Niyə? Çünki mən deyək ki, dərsi öyrənəndə sizə çalışıram ki, verilən məlumatları seçəm və vacib olan hissələri sizə bildirəm. Bütün məlumatları sizə öyrətməyim sizi inkişaf elətdirmir. Əksinə, məlumat çoxluğu yaradır və o sizi bezdirir. Ona görə də məlumatlar şagirdlərə ötürülən zaman, bilik şagirdlərə ötürülən zaman keçici formada ötürülməlidir və həmin biliyin vacib hissələri şagirdlərə bildirilməlidir. Hamısı şagirdlərə bildirilməli deyil. Bu faktoloji biliklə bağlı deyəcəyimiz ümumi hissə. Gələk indi faktoloji biliyin bölünməyinə. Faktoloji bilik iki hissədən ibarətdir. Terminoloji bilikdən və spesifik bilikdən. Biraz bunu qalınlaşdıraq. Terminoloji bilikdən və spesifik bilikdən ibarətdir. Terminoloji bilik nə deməkdir? Terminoloji bilik hər hansı bir sahə ilə bağlı olan terminləri bilmək və onların mənasını başa düşməkdən söhbət gedir. Burada hərəniz müxtəlif ixtisaslara maliksiniz və hər müxtəlif ixtisasın da özünə aid müxtəlif terminləri var. Sizin həmin terminləri bilməyiniz terminoloji biliyə malik olmağınız deməkdir. Mən bunu deyəndə yəqin ki, hər öz fənninə aid olan terminləri ağlına gətirir və hər öz fənninə aid olan terminləri bilməyi onun faktoloji biliyə malik olmağı deməkdir. Məsələn, mənim ixtisasım coğrafiyadır, mən orada müxtəlif terminləri bilirəm. Deyək ki, izoqalin bilirəm, bundan əlavə olaraq subduksiya bilirəm, konvergent nə deməkdir bilirəm və yaxud da müxtəlif də deyək ki,
öz fənnimə aid olan terminlərin mənasını, izahını bilirəmsə, bu mənim faktoloji biliyin, terminoloji növünə malik olan biliklərimdir. Sonra gəldik spesifik biliyin nə olmağına. Spesifik bilik hər hansısa bir məlumatlardır deyək ki. Bu məlumatlar nə ola bilər? Bu məlumatlar hadisə ilə bağlı məlumat ola bilər, yerlə bağlı məlumat ola bilər, konkret olaraq bir fakt ola bilər, insanlar ola bilər, tarix ola bilər. Yəni hər hansısa bir şeyin xüsusiyyətini bilmək ola bilər. Xüsusiyyətlərini bilmək spesifik biliyə malik olmaq deməkdir. Məsələn, necə? Bax, deyir, ədəbi cərəyanın xüsusiyyətini bilmək. Yəni, X bir faktorun xüsusiyyətini bilmək, X bir şeyin xüsusiyyətini bilmək, hər hansısa bir məsələ ilə bağlı olan faktları bilmək, hər hansısa bir məsələ ilə bağlı olan ili bilmək. Məsələn, hər hansısa bir döyüşdə hansı sərkərdənin iştirak elədiyini və yaxud da həmin döyüşün necə bitdiyini və yaxud da həmin döyüşün hansı yerdə və hansı gündə baş verdiyini bilməyimiz bu bizim spesifik biliyə malik olmağımız deməkdir. Bundan əlavə olaraq, nəyinsə xüsusiyyətini dediyimiz kimi bilmək. Baxın, burada yazıb ki, demokratik idarəetmənin xüsusiyyətlərini bilmək, alkanların fiziki kimyəvi xüsusiyyətlərini bilmək. Yəni, bunları əvəz eləsək, məsəl üçün, bunu bir X-lə əvəz eləsək, yəni X-in xüsusiyyətlərini bilmək, hər hansısa bir hadisəninmi, anlayışınmı, nəyinsə xüsusiyyətini bilmək bizim spesifik biliyə malik olmağımız deməkdir. Yəni, burada yazılanlar sadəcə olaraq verilmiş nümunələrdir. Sizə bunları əzbərləyin deyə demirəm. Sadəcə olaraq başa düşməyiniz üçün deyirəm ki, yəni burada verilənləri X-lərlə əvəz eləyə bilərsiniz. Yəni, hər hansısa bir məsələ ilə bağlı olan faktı bilmək. Bax, burada deyək ki, mən bunun üstünü bir X qaraladım. Məsələn, deyək ki, qaralayıram. Bunu bir X-lə əvəz edirəm. Hər hansısa bir X-lə bağlı olan faktları bilmək. Bu nəyə aiddir? Bu spesifik biliyə aiddir. Aydındır? Məsələn, burada deyir, ədəbi cərəyanların xüsusiyyətlərini bilmək. Ədəbi cərəyan olmasın, ədəbi cərəyanın yerinə başqa bir X bir şey anlayış olsun. X bir anlayışın xüsusiyyətini bilmək olur nə? Spesifik bilik. Yəni, xüsusiyyətlər deyəndə burada təbii ki, ona aid olan hissələrdən danışılır, ona aid olan xüsusiyyətlərdən danışılır, onun nə olduğundan danışılır. Məsələn, deyək ki, bir tarix fənni ilə bağlı yenə bir misal çəkək. Dediyim kimi bir döyüşdür. Həmin döyüşün hansı ildə olduğu, kimlər tərəfindən aparıldığı, sonda kimin qalib gəldiyi, hansı ərazidə baş verdiyi, bunları bilirsənsə, deməli sən spesifik biliyə maliksən. Spesifik bilik də faktolojinin bir növüdür. Terminoloji nə idi? Terminoloji hər hansısa bir fənnə aid olan, ixtisasa aid olan terminləri bilmək və onları başa düşməyimiz bizim terminoloji biliyə malik olmamız deməkdir. Və dedik ki, faktoloji biliklər həddən artıq çox olduğuna görə biz bunları şagirdlərə seçici formada təqdim eləməliyik ki, şagirdlər onların içərisindən vacib olanları öyrənə bilsinlər. Bu qədər adi. Sadədir, yəni faktoloji bilik. Çətin də deyil. Yəni bizim düşünmədən istifadə elədiyimiz biliklərin hamısı faktoloji bilikdir. Məsələn, hər hansısa bir deyirəm ki, məsələn deyirəm də, korona neçənci ildə olmuşdu? Deyirsiniz ki, məsələn, mən 2020-ci ildə. Siz neynədiniz? Sadəcə olaraq yadınıza saldınız ki, korona neçənci ildə olmuşdu, dediniz. Burada nədən istifadə ediniz? Faktoloji biliklərdən istifadə ediniz. Yəni, çox dərin düşünmürsünüz də, sadəcə olaraq deyiləni yadınıza salırsınız, ağlınıza yatırıb cavab verirsiniz. Və yaxud da ixtisasınıza uyğun olaraq hər hansısa bir, məsələn, mənə deyirlər ki, izoqalin nə deməkdir? Mən izoqalinin izahını verə bilərəmsə, deməli mən terminoloji biliyə malikəm. Və yaxud da sizin içərinizdən hər hansısa bir ixtisasa aid olan bir terminin izahını verə bilirsinizsə, deməli terminoloji biliyə maliksiniz. Yəni bu qədər sayılır, çətin də deyil. Keçdik mən ikinciyə keçək, danışaq ikinci haqqında, konseptual bilik haqqında. Məncə bu qədər bəs eləyər bir bilik haqqında danışmaq. Konseptual bilik nədir? Konseptual bilik təsnifat və kateqoriyalardan, prinsip və ümumiləşdirmələrdən, nəzəriyyə və model strukturlardan ibarət olaraq 3 hissədən ibarət. Baxın, 3 hissəyə bölünür. İndi bir-bir bunları deyəcəyik. Nələrdir, nəyə işə yarayır, nəyə lazımdır? İlk olaraq gələk danışaq konseptual biliyin nə olmağından bağlı. Bax, konseptual bilik iki dənə faktoloji bilik arasında əlaqə yaratmamız deməkdir. Bax, faktoloji plus faktoloji bilik bərabərdir konseptual biliyi əmələ gətirir. Yəni, iki dənə biz faktoloji bilik arasında əlaqə quraraq, bax, burada əlaqə sözünün əhəmiyyəti böyükdür. Niyə? Çünki biz müxtəlif faktoloji biliklər arasında əlaqə qurub, onları birləşdirib, onlardan nəsə çıxardıb yeni bir bilik əldə edirik və bu biliyin adı nə olur? Bu biliyin adı olur konseptual bilik. Və konseptual biliyə biz yeni bilik də deyə bilərik. Niyə? Çünki iki faktoloji bilik birləşir və sonda nəyə əmələ gətirir? Yeni bir biliyə əmələ gətirir və bu biliyin adı da nə olur? Konseptual bilik. Konseptual bilik faktoloji biliyə nəzərən biraz mücərrəd bilikdir, daha üstün bilikdir belə deyək. Çünki biz faktoloji bilikləri əlaqələndirərək onu əmələ gətiririk. Bundan əlavə olaraq faktoloji bilikdə hər hansı bir
sualla bağlı bir şey demirik. Yəni hansı suala cavab verdiyinlə bağlı bir şey demirik. Amma deyirik ki, konseptual bilik, daha doğrusu deyirik, faktoloji biliklə bağlı deyirik. Konseptualla bağlısa deyirik ki, faktoloji bilik, daha doğrusu konseptual bilik nə üçün suallarına cavab verir? Yəni niyə sualına cavab verir? Bir şeyin niyəsini başa düşmək, niyəsinin izahını vermək sənin konseptual biliyə malik olman deməkdir. Yəni nə üçün suallarına cavab vermək. Məsələn, nə deyək burada? Yağış niyə yağır? Məsələn, buna cavab verirsən. Sən yağışın niyə yağdığını bilirsənsə, deməli sən konseptual biliyindən istifadə edirsən. Yəni bunu sadəcə olaraq yadva salıb demirsən də, sən burada əlaqə qurursan. Yağışın necə yağması haqqında, yəni onun suyun buxarlanmağı, buludda toplanmağı, yəni bu kimi məsələləri ümumi olaraq birləşdirib bir yerə gətirə onda sən izah verə bilirsənsə, yəni daha doğrusu başa düşə bilirsənsə, deməli sən konseptual biliyə malik olmuş olursan. Konseptual bilik dediyimiz kimi faktolojinin biraz daha üst versiyasıdır. Və burada mütləq formada şagirddən əlaqələndirmə tələb olunur ki, şagird faktoloji biliklər arasında əlaqələndirərək yeni bir bilik ortalığa qoysun. İndi gələk nəyə baxaq? Bunun verilən hissələrinə baxaq. Yəni təsnifat və kateqoriyaların nə olmağına, prinsip və ümumiləşdirmənin nə olmağına, nəzəriyyə, model və strukturların nə olmağına. Baxın, izahlarla götürək. Ya daha doğrusu birinci sözləri izah eləyək, sonra izahlarla götürək. Yəni təsnifat kateqoriya nədir? Bax, bir şey təsnifləşdirmək, kateqoriyaya ayırmaq, yəni qruplaşdırmaq deməkdir. Təsnifləşdirmək, kateqoriyalara ayırmaq. Sənə verilənləri sən təsnifləşdirə bilirsənsə, deməli sən konseptual bilikdən istifadə edirsən. Məsələn, necə? Sənə müxtəlif sözlər verib, 50-yə yaxın söz verilib. Sən 50-yə yaxın söz içərisindən ismə, sifətə və feilə aid olanların hər birini seçirsən. Neynəmiş olursan? Təsnifləşdirmiş olursan da, kateqoriyalara ayırmış olursan, qruplaşdırmış olursan. Sən yadva salırsan, faktoloji biliklərindən istifadə edərək ismin nə olduğunu, ondan sonra sifətin nə olduğunu, feilin nə olduğunu yadva salaraq onları hər birinin içərisindən deyək ki, aid olanı seçirsən. Neynədin? Konseptual biliyindən istifadə elədin. Yəni təsnifləşdirmək, kateqoriyalara ayırmaq, qruplaşdırmaq kimi feillərdən istifadə edirsənsə, yəni sözlərdən istifadə edirsənsə, deməli sən konseptual biliyindən istifadə etmiş olursan. Burada həm sözlərdə, həm də açar sözlər sayılır. Bax, burada verilən sözlərin hər biri həm də açar sözlərdir. Bunları belə yadınızda saxlayın ki, bunları görürəmsə, deməli bu sözlər hansı biliyə aid olur? Konseptual biliyə aid olur. Sonra prinsip və ümumiləşdirmələr. Yəni bir şey haqqında ümumiləşdirmə apara bilirsənsə, yəni bir şeyi ümumiləşdirə bilirsənsə, ondan bir ümumiləşdirib məna çıxarda bilirsənsə, deyək ki, oxuyursan bir əsər və o əsəri sən ümumiləşdirirsən. Ümumiləşdirirsənsə, burada konseptual biliyindən istifadə eləmiş olursan. Yəni buradakı istifadə etdiyin bilik olur konseptual bilik. Bir şeyin prinsipini bilirsənsə, yəni prinsipini bilmək nədir? Yəni prinsip sözünü çox görəsiniz. Yəni çox məsələlərlə bağlı burada sadəcə prinsip sözü yazılır. Məsələn, nətərdir? Baxın, burada birinin içərisində deyir, öyrənmənin prinsipləri ilə bağlı bilik. Yəni sən öyrənmənin necə olduğunu, kökündə nələrin dayandığını, bir şeyin prinsipini bilirsənsə, niyə yaranma səbəbini bilirsənsə, yəni prinsip dedikdə, yəni bir şeyin niyəsini bilirsənsə, belə deyək, prinsipini bilirsənsə, bu olur hansı bilik? Bu olur konseptual bilik. Yəni prinsip sözünü harda gördünüzsə, götürürsünüz hansı bilik? Konseptual bilik. Təsnifat sözünü harda gördünüzsə, görürsünüz konseptual bilik. Kateqoriya sözünü harda gördünüzsə, götürürsünüz konseptual biliyini. Yəni mən çox vaxt açar sözlərdən istifadə eləyərək bunu gördünüz, bunu götür demirəm. Sadəcə olaraq konseptual bilikdə ümumiyyətlə bilik mövzusunda amma belə eləmək olar. Yəni bilik mövzusunda %100 ödəyir demək olar ki, sözü gördünüzsə, həmin biliyi yadva salırsan ki, söz hansı biliyə aid açar söz idi, onu götürəndə yəni cavabınız düz çıxa bilər. Biləri yox, yəni cavabınız onsuz da düz çıxır. Sonra nəzəriyyə, model və strukturlar. Yəni hər hansı bir nəzəriyyəni bilmək, məsəl üçün Darwinin təkamül nəzəriyyəsini bilmək, hər hansı bir şeyin modelini və strukturunu bilmək ki, o şeyin strukturu nədir? Məsələn, struktur dedikdə bu da nə ola bilər? Məsələn, dövlətin idarəçilik strukturları var da, təşkilatları var, funksiyaları var. Yəni həmin təşkilatların, dövlətlərin idarəetmənin xüsusiyyətlərini bilmək, strukturunu bilmək olur nəyə aid? Olur konseptual biliyə aid. Məsələn, burada yazılanların içərisindən baxaq, onun üstündən bir dənə izah verək. Baxın, məsəl üçün, deyir, nitq hissələrinin təsnifatının izahını. Yəni, bir şeyin izahını bilmək, təsnifləşdirməyə bacarmaq, təsnifatını aparmaq konseptual biliyə aiddir. Bioloji növlər haqqında ümumiləşdirmələr. Bir şeyi ümumiləşdirmək, ümumisini bilmək, ondan ümumiləşdirib bir nəticə çıxartmaq konseptual biliyə aiddir. Çünki sən orada yeni bir şey ortalığa qoyursan. Ayrı-ayrı bədəniyyətləri ümumiləşdirirsən. Neynirsən? Ümumiləşdirmə aparırsansa konseptual biliyindən istifadə edirsən. Əlaqələndirmə aparırsansa konseptual biliyindən istifadə edirsən. Başa düşürsənsə konseptual bilikdir. Dərk edirsənsə konseptual bilikdir. Qısalaşdırırsansa, lakonikləşdirirsənsə konseptual bilikdir.
qruplara ayırırsansa konseptual bilikdir. Nəzəriyyənin, modelin nə olduğunu başa düşürsənsə, bir şeyin strukturunu, yəni belə deyək də, içərisini bilirsənsə, məsəl üçün belə deyək də, bilirsən ki, bina necə qurulur, binanın kökünün təməllərinin necə atıldığını bilirsənsə, bir şeyin niyəsini bilmək, necəsini bilmək, nə üçün yarandığını bilmək konseptual biliyə malik olmağın deməkdir. Nəyisə müqayisə eləmək konseptual biliyə malik olmaq deməkdir. Bir nəzəriyyənin tam olaraq nə olduğunu dərk eləmək konseptual biliyə aiddir. Dediyimiz kimi strukturu bilmək konseptual biliyə aiddir. Bir şeyin prinsipini bilmək, X bir şeyin prinsipini bilmək. Yəni kökündə nəyin olduğunu bilmək, niyə yaranmağını bilmək konseptual biliyə aiddir. Aydındır? Yəni konseptual bilik faktoloji bilik arasında əlaqə yaratmaq, ümumiyyətlə dərk eləmək, anlamaq, başa düşmək, qısalaşdırmaq, ümumiləşdirmək, anlamaq, belə desək, dərk eləməyimiz olur nə? Konseptual biliyə malik olmamız. Bu da ikinci bilik növü. Gəldik üçüncü bilik növünə. Üçüncü bilik növü prosedural bilikdir. Prosedural bilik konseptual bilikdən fərqli olaraq necə sualına cavab verir? Niyə necə sualına cavab verir? Çünki burada proseslərdən söhbət gedir. Adından da görünür. Prosedural. Yəni proseslərlə bağlı bilik. Bir prosesin necə getdiyini bilmək bizim prosedural biliyə malik olmağımız deməkdir. Məsələn, maşın sürməyi bilirsiniz. Maşın sürməyi bilmək prosedural biliyə aiddir. Məsələn, yazı yazmağı bilmək prosedural bilikdir. Məsələn, sonra kompüterdə necə istifadə, Excel proqramından necə istifadə olunacağını bilmək prosedural bilikdir. Çünki burada bir ardıcıllıqlar var. Məsələn, deyək ki, hər hansısa bir bacarığın futbol oynamağı bilmək. Bu prosedural bilikdir. Yəni qaçış üzrə hər hansısa bir texnikanı bilmək. Bu prosedural bilikdir. Yəni proseslərlə bağlı biliyin hər biri aid olur nəyə? Prosedural biliyə. Amma prosedural bilik tətbiq eləmək sayılmır. Bir şeyin gedişat yolunu bilməyimiz prosedural biliyə malik olmağımız deməkdir. Amma o demək deyil ki, biz onu tətbiq eləmiriksə, bizim prosedural biliyimiz yoxdur. Məsələn, mən maşın sürməyi bilirəm də, bu mənim prosedural biliyə malik olmağımdır. Amma mən mütləq dedim maşın sürməli deyiləm ki, məndə prosedural bilik olsun. Bilirəm də, əvvəl sürmüşəm, bilirəm və yaxud da ümumiyyətlə bilirəm. Yəni bilməyin, bir şeyin yolunu bilməyin, biliyə malik olmağın prosedural bilikdir. Onu tətbiq eləmək prosedural bilik sayılmır. Yəni o bilik deyil. Bu tətbiq eləyirsənsə, bu adlanır nə? Bu adlanır bacarıq. Və prosedural bilik dedik ki, nədir? Prosedural bilik nəyinsə ardıcıllığıdır, nəyinsə tətbiq olunmalıdır, bir prosesdir. Və burada müxtəlif, belə deyək də, kateqoriyalara bölünür bu. Birincisi bacarıqlar və alqoritmlərə, ikincisi texnika və metodlara, üçüncüsü də müvafiq prosedurlardan yerində istifadə etmək meyarına. Yəni bir bacarığı bilmək, bir ardıcıllığı bilmək, alqoritmi bilmək prosedural biliyə malik olmamızdır. Hər hansısa bir məsələ ilə bağlı texnikanı, metodu bilmək, məsələn, deyək ki, bir problem həll etmək üzrə, məsəl üçün deyirəm. Problem həll etmədə hansı texnikalar var? Onu bilirsənsə, problem həll etməyin metodlarını bilirsənsə, sən prosedural biliyə maliksən. Bundan əlavə, müvafiq prosedurdan yerində istifadə etmək meyarı. Bu çox vaxt elə söz olaraq da belə düşür ki, məsəl üçün deyək ki, sual olaraq düşür ki, müvafiq prosedurdan, X bir prosedurdan söhbət gedir təbii ki, burada. Filan prosedurdan yerində istifadə eləməyə bacarırsansa, həmin meyardan istifadə eləməyə bacarırsansa, deməli prosedural biliyə maliksən. Çünki bax prosedurlardan istifadə eləmək deyəndə yenə də burada bir proses məsələsi var. Sən hər hansı bir prosesi tətbiq eləməyə bacarırsan və proseslə bağlı olan meyarı tətbiq eləməyə bacarırsansa, deməli prosedural biliyə maliksən. Məsəl üçün qiymətləndirmə bir prosesdir. Dərsin içərisində gedən. Və sən qiymətləndirmə ilə bağlı meyarları bilirsənsə, qiymətləndirmə meyarlarından istifadə eləməyə bacarırsansa, deməli prosedural biliyə maliksən. Aydındır? Bundan əlavə burada yazıbdır. Müxtəlif S növlərinin meyarlarını müəyyənləşdirmək. Sən S növ üçün meyar müəyyənləşdirirsənsə, ümumiyyətlə hər hansı bir məsələ ilə bağlı meyar müəyyənləşdirməyin olur prosedural bilik. Və prosedural biliyin sonunda həmişə ya faktoloji bilik əmələ gəlir, ya da ki, konseptual bilik əmələ gəlir. Necədir bu? Bir prosesdir. Proses gedir və sonda sən yenə də bilik əldə edirsən. Bu ya ola bilər faktoloji, ya ola bilər konseptual. Məsələn, sən bir riyazi məsələ həll edirsən, sonda alırsan deyək ki, cavab olaraq 125. Bu faktoloji bilikdir. Amma sən hər hansısa bir deyək ki, X bir məsələ həll edirsən, bu ən çox məsələn fizika ilə bağlı ola bilər və yaxud da kimya ilə bağlı ola bilər deyək ki, fənn olaraq deyirəm bunların. Fizikadan və yaxud da kimyadan hər hansısa bir ardıcıllığı yerinə yetirirsən və yaxud da məsələni həll edirsən, sonda sən aldığın bilik olur necə bilik? Konseptual bilik. Yəni yeni bilik. Ortalığa yeni bir şey çıxır. Məsələn, hər hansısa bir kimyada reaksiya aparırsan, daha sonra reaksiya deməyək də, orada reaksiyalar arasında, daha doğrusu elementlər arasında olan
hər hansı bir reaksiya gedəndə yeni bir məhsul ortalığa alınır və bu olur sənin konseptual biliyin. Amma sən bunu necə əldə elədin? Prosedural biliyindən istifadə eləyərək. Sən çünki orada olan elementləri bir-birinə reaksiyasını prosedural bilikdən istifadə eləyərək həyata keçirdirsən. Hə, bilirsən ki, məsələn, sulfatın üstündə su tökəndə nə olacaq? Məsələn, atıram da, mən bunları tam olaraq bilmirəm, kimya müəllimi deyirəm. Sadəcə olaraq ümumi olaraq başa salmaq üçün deyirəm. Amma riyazi bir məsələ həll edirsən, sonda aldığın cavab olur nətər bilik, olur faktoloji bilik. Deməli, prosedural bilik nə üçün suallarına cavab vermir, necə sualına cavab verir, nə üçün suallarına cavab verənlər olur faktoloji və konseptual bilik. Amma prosedural biliyin sonunda yaranır hansı bilik? Faktoloji və konseptual. Və prosedural bilik dedik ki, bir neçə hissədən ibarətdir. Bacarıqlardan, alqoritmlərdən, texnika və metodlardan, bir də müvafiq prosedurlardan yerində istifadə etmək meyarından. Və bu müvafiq prosedur söhbətindən də mütləq görəsiniz ki, yəni hər hansı bir meyardan yerində istifadə etmək sözünü bacarıqları və yaxud da alqoritmləri həm də açar söz olaraq istifadə edə bilərsiniz. Məsələn, sintaktik təhlil yolunu bilmək. Eləmək yox ha, eləcə yolu bilmək adlanır nə? Adlanır prosedural bilik. Məsələn, hündürlüyə tullanmaq üçün lazım olan bacarığı bilmək. Adlanır hansı bilik? Adlanır prosedural bilik. Sonra problemin həlli üçün alimlər tərəfindən istifadə olunan texnikaları bilmək. Bu adlanır hansı bilik? Bu adlanır prosedural bilik. Bu da oldu prosedural biliklə bağlı deyəcəklərimiz. Və dedik ki, prosedural bilik bacarıqla əlaqəsi yoxdur. Yəni bir şey tətbiq eləmək, həyata keçirmək prosedural bilik deyil. Onun yolunu da bilmək elə prosedural bilik sayılır. Aydındır? Məncə aydın olar. Prosedural biliklə bağlı deyəcəklərimizdir. Gəldik indi dördüncü olan metakognitiv bilik və ən son bilik növü və ən üstün bilik növü. İndi metakognitiv bilik növü, ən üstün bilik növü deyəndə necə olur? Metakognitiv biliyin növü ən üstün bilikdir. Yəni belə götürsək, metakognitiv böyükdür, deyək ki, konseptualdan, o da böyükdür faktolojidən və proseduraldan. Bax belə, bu formadadır. Çünki bir şey dərk eləmək var, o olur hansı bilik, olur konseptual bilik. Bir şey yada salmaq var və onu avtomatik olaraq yerinə yetirmək var. Bu prosedural və faktoloji bilikdir. Özünlə bağlı biliyə malik olmağın isə biliyin ən üstün növüdür və metakognitiv bilik sayılır. Biz bundan əvvəlki dərsdə də metakognitiv bilik və bacarıqları bir neçə dəfə adını çəkmişik və demişik ki, metakognitiv biliklər şagirdin özünlə bağlı biliyə malik olmaq deməkdir. İdraki tapşırıqlarla bağlı biliyə malik olmaq deməkdir və strateji bilikdir. Bu nə deməkdir? İndi bir-bir baxaq. Birinci olaraq baxmışıq strateji bilik sözünü, idraki tapşırıqlar haqqında bilik, şagirdin özü haqqında bilik açıq sözlərini görsək, biləcəyik ki, metakognitiv biliyə malik olmaq deməkdir. İndi baxaq bunların izahlarına. Strateji bilik nə deməkdir? Yəni strategiya qurmaq, plan qurmaq deməkdir qısa olaraq. Bir adam plan qurmağı bacarırsa, deməli metakognitiv biliyə malikdir. Hər hansı bir X məsələ ilə bağlı ola bilər, fərqi yoxdur. Əgər adam plan qurmağı bacarırsa, deməli adam metakognitiv biliyə malik insandır. Sonra ikincisi nədir? Deyir idraki tapşırıqlar haqqında bilik. Yəni öyrənməyin yollarını bilmək. Öyrənməyi daha yaxşı öyrənməyin yolunu bilmək. Deyək ki, siz məsəl üçün dərsi öyrənirsiniz video baxmaqla və yazaraq. Hə, bilirsiniz ki, siz yazaraq və video baxaraq öyrənmədə daha yaxşı dərsi mənimsəyə bilirsiniz. Yəni mövzunu dəfələrlə oxumaqdansa da, mövzuya baxanda, video baxanda verilənləri müəllimin göstərdiyi əsas hissələr yazaraq öyrənirsinizsə və video baxırsınızsa, bu sizi daha yaxşı öyrənmənizi gətirib çıxardır. Yəni bunu bilmək ikinciyə malik olmanız deməkdir. Yəni idraki tapşırıqlar haqqında biliyə malik olmanız deməkdir. Və yaxud da ki, bir şeyin daha da yaxşısını necə eləməyinizi bilmək idraki tapşırıqlar haqqında biliyə aid olan hissədir. Gəldik üçüncü hissəyə, şagirdin özü haqqında biliyə sahib olması. Bir şagird özünün güclü və zəif tərəflərini bilirsə, özü haqqında məlumatlıdırsa, özünün bütün xüsusiyyətlərini bilirsə, yəni özünə aid olan və aid olmayan hər şeyi bilirsə, yaxşı və pis xüsusiyyətlərin hər birini ümumiyyətlə olaraq bilirsə, deməli şagird metakognitiv biliyə malikdir. Qısa olaraq isə metakognitiv bilik özü haqqında biliyə malik olmaqdır. Yəni bu qədər sadədir, elə çətin də deyil. Gəldik indi nəyə? Verilən axırda olan nümunələrə baxmağa. Deyir ki, informasiyanı yadda saxlamanın yolunu bilmək metakognitiv bilikdir. Refleksiya vacib olduğunu bilmək metakognitiv biliyə malik olmamız deməkdir. Yeni sözləri deyək, daha yaxşı yadda saxlamaq üçün Freire modelindən istifadə etməyi bilmək. Yəni bilir ki, adam Freire modelindən istifadə edəndə bu bir üsuldur, Freire modeli. Bundan istifadə edəndə dərsi daha yaxşı yadda saxlayacaq. Deməli şagird nəyə malikdir? Metakognitiv biliyə malikdir. Bu da belə metakognitiv biliklə bağlı deyəcəklərimiz. İndi ümumiləşdirsək 4 dənə bilik növü oldu. Faktoloji, deklarativ, ondan sonra konseptual, prosedural və metakognitiv. Qısacası desək, birinci olaraq faktoloji və yaxud da deklarativ bilik gəlir.
əzbərçi biliklərimizdir. Bizə verilən məlumatları yadda saxlayaraq istifadə eləməyimiz deməkdir. Hansı bilik? Faktoloji bilik. Neçə yerə bölündü? 2 yerə. Terminlərlə bağlı bilik, bir də spesifik bilik. Yəni spesifik deyəndə nəyinsə xüsusiyyətlərini bilmək və terminləri bilmək. Ümumi olaraq, yəni spesifik biliyin qabağına məlumatları bilmək yazsaq bəs eləyir. Məlumatları bilmək spesifik bilikdir, terminləri bilmək terminoloji bilikdir. Və bu nəyin növü oldu? Oldu faktolojinin. Keçdik konseptuala. Konseptual yeni bilik demək idi. Faktoloji biliklər arasında əlaqə yaratmamız demək idi. Bir məsələni dərk eləmək, əlaqələndirmək, məsələlər arasında müqayisə aparmaq, ümumiləşdirmə bacarığı, nəzəriyyə haqqında məlumatlı olmaq, bir şeyin strukturunu bilmək, bir şeyin modelini bilmək, qruplaşdırmaq, verilənləri təsnifləşdirmək, bir şeyin yaranmasının prinsipini bilmək, onların hər biri aid idi nəyə? Aid idi konseptual biliyə. Və konseptual bilik niyə sualına, nə üçün sualına, nə sualına cavab tapırdı. Sonra gəldik prosedural biliyə. Prosedural bilik necə sualına cavab verirdi? Prosedural biliyin sonunda faktoloji və yaxud da konseptual bilik əmələ gələ bilərdi. Prosedural bilik hər hansısa bir prosesləri bilmək deməkdir. Prosesləri tətbiq eləmək yox, həmin prosesləri bilməyimiz, prosesin necə gedəcəyini bilməyimiz aid olurdu prosedural biliyə. Prosedural bilik hər hansısa bir fənlə bağlı, nə ilənsə bağlı bacarıqlara malik olmağımız, yəni bacarıqları bilmək, alqoritmləri bilmək, hər hansı bir məsələ ilə bağlı texnikanı bilmək, metodu bilmək və müvafiq prosedurdan, X bir prosedurdan istifadə eləmək meyarını bilmək idi. Sən meyar müəyyənləşdirməyə bacarırdınsa, S üçün meyar müəyyənləşdirirdin, qiymətləndirmə üçün meyar müəyyənləşdirirdin, hər hansı bir eləyəcəyin bir proseslə bağlı meyar müəyyənləşdirməyə bacarırdınsa, sən prosedural biliyə malik olmuş olurdun. Metakognitiv bilik nə idi? Qısacası desək, özümüzlə bağlı bilik, plan qurmaq, öyrənməyi, daha yaxşı öyrənməyin yollarını bilmək, bizim özümüzlə bağlı məsələlərə belə deyək, hakim olmağımız, özümüzlə bağlı bütün məsələləri, bilikləri malik olmağımız aid idi nəyə? Aid idi metakognitiv biliyə. Belə. Bu gün mən biliklə bağlı danışacaqlarım bu qədər.